Bax, bu konsept Amerika Birləşmiş Ştatlarında, xüsusən də Avropada çox yayılır. Dəyərli iş adamları və sahibkarlar, heç bunu bilirdinizmi? Bugünkü təlimimizin mövzusu bistro tipli restoran açdıqda nələri bilmək lazımdır? Əlbəttə ki, bunun şahı konseptdir. Konsept modern üslubunda ola bilər, bistro restoran növündə və yaxud fusion və yaxud fransız üslubunda olmalıdır. Musiqi, ahəng, rəng, atmosfer belə bistroya uyğun olmalıdır. Ən vacibi də qısa keyfiyyətli və tez hazırlanan yeməklər bistronun idealıdır. Bistro layihəsinin ikinci yerdə burada məkan seçimidir. Daima insanların çox gediş-gəliş yerləri olan yer olmalıdır. Ticarət mərkəzlərində olsa yaxşı olur. Biznes ərazisində olsa belə o da bir gözəl bir şeydir. İnsanlara çox verir. Kiçik bufet və rahat və ən vacibi tez, cəld xidmət lazımdır. Üçüncü yerdə burada hüquq və sənədlərdir ki, fəaliyyətdən öncə bütün lazım olan sertifikatlar, sənədlər, sanepidstansiyanın qayda qanunlarına uyğun olaraq bütün sənədlər hamısı qaydasında olmalıdır. Nömrə 4 mətbəx koordinasiyası və menyu. Menyu qısa, lakin çox keyfiyyətli olmalıdır. Dövriyyədə olan xam mallar vaxtında bişirilib xidmət olunmalıdır. Hətta belə perimetri belə hər kvadrat metri mətbəxin öncədən ölçülməlidir. Vegetarian, vegan yeməkləri, seçimləri belə olsa üstünlük təşkil edir. Yaddan çıxarmayaq ki, bistro restoranların növlərində belə səhər yeməyi də əlavə etsək, o da bir gözəllikdir. Nömrə 5, aşpaz və onun komandası. Aşpazlar kreativ olmalıdır. Nəinki mətbəxdə, hətta belə zalda çalışan işçilər gülərüz, təbəssümlü və sürətli olmalıdır. Kiçik komanda, lakin yüksək koordinasiya mütləqdir.